Salam, bugün sizlərə Eyvaz Zeynalovun Tənha Narağacı əsərinin təhlilini edəcəm. İlk quraqlıq gəlmişdi. Dağların başını örtən nazik qar örpək Novruz bayramından bir neçə gün keçmiş əriyib torpağa hopmuşdu. Yaz aylarında daşqını, selləri ilə ad çıxaran kiçik dağ çaylarının səsi öz içində boğulmuşdu. Yazın leysan yağışları yoxa çəkilmişdi. Günəşin şüaları torpağı qovurduqca tezcə baş qaldıran cüzərtilər susuzluqdan can verirdi. Kiçik meyvələri, budağından quruyan ağaclar yarpaqları xəzələ döndükcə sanki ehsa batırdı. Havaların belə keçməsi insanın əhvalını əməli başda kortayırdı. Tez-tez rayonlara, yer yurtlarından qaçqın düşmüş qohumlarına baş çəkməyə gələn İlqar bu mənzərələri seyr etdikcə darılır, qaşqabağı açılmırdı. Kim? İlqar. Nə qədər quraqlıq getsə də cənnətdir. İndi bizim yerlər həsr qalmışıq yurdumuzun gözəlliklərinə. Xəyalında dönə-dönə keçirir, köksünü ötürürdü. Sevimli müəllimlərinin tövsiyəsi ilə bitirdiyi universitetdə qalıb işləsə də nə gündüzlər, nə də gecələr rahat ola bilmirdi. Doğulub boya başa çatdığı dağlar, kürsülü evləri tez-tez yuxularının qonağı olurdu. Su quyusunun yanında öz əli ilə əkdiyi körpə nar ağacının nazik kövrək yarpaqlarının xəyalında o qədər tumarlayırdı ki, sonuncu dəfə isə yuxusuna girən kəndləri, atasının uyuduğu qəbirstanlıq ona elə aydın göründü ki, bu gənc müəllimi yerindən oynatdı. Demək, kövrək yarpaqlarını xəyalında o qədər tumarlayırdı. Nəyin? Nar ağacının nazik kövrək yarpaqlarını. İndi onun nə rahat yataq, nə universitet həyatı, nə də quracağı karyera maraqlandırırdı. Həmin gecə İlqar səhərin açılmasını səbirsizliklə gözlədi. Dan yeri sökülər-sökülməz yerindən qalxıb əl-üzünü yudu. Üst başını səliqəyə saldı. Onun bütün hərəkətlərini izləyən Səlimnaz xanım təəccübünü gizlətmədi. Demək, deyir ki, həmin gecə İlqar səhər açılmasını səbirsizliklə gözlədi. Dan yeri sökülər-sökülməz, yəni səhər açılar-açılmaz əl-üzünü yudu, üst başını səliqəyə saldı. Bütün hərəkətlərini kim izləyirdi İlqarın? Səlimnaz xanım. Səhər erkən xeyir. Ola, oğul. Bu nə təmtəraqdır? İclasınız var. İlqar gülümsündü. Mülayim səs. Ana, vacib görüşə gedirəm. Bugün hərbi komissarlığa dəyməliyəm. Deyəndə ananın ürəyi qopdu. Demək, İlqarın anası kim olur? Səlimnaz xanım. Oğul, müharibə mi başlayır? Yox, amma əvvəl-axır başlamalıdır. Daha hərbiçi olmağa qərar verdim ana. Bəs işin, gələcək karyeran, torpağı tapdaqda olan alimin nə iş var, karyerası olar? Nə işi, nə də karyerası olur. Səlimnaz məhəbbət yağan gözlərinin oğlunun üzündən ayıra bilmədi. Dərindən köks ötürüb, Tanrı nəzərini üstündən əskik eləməsin, bala, dedi. Çox keçmədi ki, leytenant rütbəli İlqar Əhmədli Ensaylı hərbi hissəyə göndərildi. Demək, İlqar hansı rütbəni aldı? Leytenant rütbəsi. Hansı hərbi hissəyə? İlqar Əhmədli Ensaylı hərbi hissəyə göndərildi. İlqarın soyadı isə Əhmədli idi. Hansı rütbəni aldı? Leytenant rütbəsi. O elə ilk gündən takım komandiri kimi xidmətə başladı. Demək, leytenant rütbəsi aldı və ilk gündən də takım komandiri kimi işə başladı. Dözülməz istilər cəbhənin Füzuli bölgəsindən keçən ön xəttində xidmət edən əsgərlərin işini xeyli çətinləşdirmişdi. Nə qədər gənc, güclü olsalar da günlərlə davam edən şiddətli istilər bəzən onları da təntidi haldan hala saldı. Günorta saatlarında yanar kürək kimi dolanbac sənglərin üzərində asılaraq od ələyən
Günəş sanki bu say seçmə oğulların iradəsini sınağa çəkirdi. Demək, kürə kimi nə idi? Dolanbaz çəngəlin üzərindən asılaraq o dələyən günəş sanki bu say seçmə oğulların iradəsini sınağa çəkirdi. Yəni dözümlüyünü. Taqım komandiri İlqar Əhmədli səngərdən kənara çıxmır, əskərləri ilə bərabər keşik çəkirdi. Demək, harda ön xəttdə idi, Füzuli bölgəsində idi. İlqarın soyadı nə idi? Əhmədli idi. Sahil hərbi hissədə xidmət edirdi. Taqım komandiri İlqar Əhmədli səngərdən kənara çıxmır, əskərləri ilə bərabər keşik çəkirdi. Səngər boyu gözlərini qarşı tərəfə zilləyən əskərlərin dözülməz istidən şikayətlənməməsi, bir sərin dalğalanacaq arzulamaması bəzən onu kövrətsə də sinəsi qürurla qabarırdı. Demək, onun kövrəlməsinin, sinəsinin qürurla qabarmasının İlqarın buna səbəb nədir? Demək, əskərin bu isti vaxtda, yəni dözülməz istidən heç vaxt daha doğrusu şikayətlənməməlidir. Üzrlü sayın dilim çaşdı. Şikayətlənməməsi, bir də sənin daldanacaq arzulamaması onu kövrəltdi. O baxışlarını səngər boyu düzülən əskərlərindən ayırıb durbinlə qarşı tərəfə müşahidə edirdi. Adətən güclü istilər zamanı başını qoruyan düşmən tərəfdə açıq-aşkar canlanma duyulurdu. Komandir durbini gözündən çəkmədən dedi: "Düşmən tərəfdə canlanma var, sərvat olun. Silahları hazır vəziyyətə gətirin. İstənilən an atəş açıla bilər." Komandir səhv etməmişdi. Bir neçə dəqiqədən sonra düşmən pulemyotları aramsız atəş açmağa başladı. Hansı silahdan pulemyotlar? Nə vaxt? Bir neçə dəqiqə. Yəni komandir dedi ki, yəni hazır olun. O düşmən tərəfdə canlanma var və bir neçə dəqiqədən sonra düşmən pulemyotları aramsız atəş açmağa başladı. Ardınca isə mina atanlar işə düşdü. Demək, birinci pulemyotlar aramsız atəş açıldı. Sonra isə ardınca mina atanlar işə düşdü. Səngərin lap qarşısına düşən minalar partlayır, qəlpələr ölüm saçırdı. İlqar bilirdi ki, mina yağışının ardınca düşmən piyadaları hücuma keçəcək. Komandir qərargahla əlaqə saxladıqdan sonra əmr verdi. Bax, birinci nə etdi İlqar? Bilirdi ki, minadan sonra yəni piyadalar artıq hücum eləyəcək. Ona görə komandir qərargahla əlaqə saxladı. Sonra və əmr verdi. Güllə məsafəsini çatana qədər düşmən irəli buraxılacaq. Doğrudan da qarşı tərəfdən cavab almayan düşmənlər çox keçmədən səngərdən çıxdılar. Əvvəl ehtiyatla, sonra isə sürətlə irəli şığıdılar. Komandirin işarəsi ilə silahlar işə düşdü. Öndə gələnlərin əksəriyyəti yerə sərildi. Qalanlar isə minaların açdığı çalılara sindilər. Hücum uğurla dəf edildi. Əskərlərin üzündə xoş bir ifadə göründü. Ertəsi gün İlqar Əhmədlinin qərargaha çağırdılar. Nə üçün çağırdığını bilməyən zabit bir qədər həyəcanlı idi. Qərargah rəisi polkovnik Nağıyev otağa daxil olan bu ucaboy yaraşıqlı zabit diqqətlə süzərək əyləşin dedi. İlqar əyləşdi. Polkovnik əlindəki qələmin arxası ilə stolun astaca döyəcləyib soruşdu. Demək, universitetdə müəllim idiniz? Bəli. Cavab polkovnik. Hərbi xidmət seçdiniz. Karyeranı qurban verdiniz. Elədir ki, var. Bəs nə üçün hərbi xidmətdə gərəkən israrla bu bölgəyə göndərilməyinizi istəməmişsiniz?
İlqar susdu. Qərargaha gələrkən keçirdiyi həyəcan tamamilə yox olmuşdu. İndi onun gözlərinin qarşısında yaxın keçmiş canlanırdı. 1993-cü ilin isti yay günlərinin bir-birini əvəz edirdi. 2 il idi ki, kənddə qorxu səksəkə içində yaşayırdı. Elə gün olmurdu ki, kənd mərmi atəşi tutulması. Bir neçə gün içində top mərmiləri 6 evi yerləri yeksan etmişdi. Ölənlərin arasında məktəblilər, lap kiçik yaşlı uşaqlar da var. Demək, ölənlər təkcə böyüklər deyil, kiçik yaşlılar da var. Kiçik yaşlılar da var. Yaxın canlanır. Demək, bəs nə üçün? Hərbi xidmətli kim gələrkən sırada bu bölgəyə göndərmənizi istəməmisiniz. O nə dedi? İlqar susdu və keçirdiyi həyəcan tamamilə yox oldu. İndi onun gözlərinin qarşısında yaxın keçmişi canlandı. Demək, keçmişini unutmayan, daimi öz vətəninə, elinə sadiq bir insan idi İlqar. 1993-cü ilin isti yay günlərini bir-birini əvəz edirdi. 2 ildir ki, kənd qorxusu səksəkə içində yaşayırdı. Elə gün olmurdu ki, kənd mərmi atəşi tutulmasın 93-dən. Bir neçə gün içində top mərmiləri 6 evi yerlə yeksan etmişdi. 6 evi yerlə yeksan etmişdi. 6 evi yerlə yeksan etmişdi. Ölənlərin arasında məktəblilərin, lap kiçik yaşlı uşaqlar da var. Demək, məktəbli də var, kiçik yaşlı uşaqlar da. İlqar danışmağına ara verdi. Bunların danışmağa nə ehtiyac var ki, fikrini keçirdi. Bunu hiss edən qərargah rəisi mehriban səslə danışan necə olubsa hamısını söyləyin dedi. Şahın olduğu hadisələr çox sürətlə, bəzən də əlaqəsiz şəkildə yaddaşında təzələnəndə leytenant özünü ələ almağa bacardı. Xatırladı ki, məktəbdə də dərslərdə tez-tez ara verirdi. Partlayış səsi eşidən kimi müəllimlər əl-ayağa düşür. Şagirdləri təhlükəsiz yerə aparmağa çalışırdı. Gecələr yuxudan qışqıraraq ailə uşaqların valideynləri məktəbə qorxa-qorxa göndərirdilər. Qorxa-qorxa. Kənddə yaradılan könüllü müdafiə dəstəsi cəmi 4 avtomatı var idi. Dövlət adamları 2 il əvvəl qapı-qapı gəzib ov tüfənglərini yığmışdılar. İnsanlar hər gün bizim həyətimizdə toplaşır. Kəndin sayılan, səsilə ziyalısı olan Mürsəl müəllimin, atamın məsləhətlərini dinləyir. Silah olmasa da gənclər yalın əllə postlara yollanırdılar. Atanın səyi ilə sonralar 8 avtomat və 12 əl qumbarası da tapılmışdı.